Ata, ana, qaqaş, gəlin sizə sürprizim var. Xeyr siz, səndən də xeyir gələrmiş. De görüm nə olub? Ata, bu ailədə hər kəsin öz rolu var. Leo Bankın da Prat kartlar ailəsi ilə hər kəsin öz kartı var. Nə olsun ki, nə demək istəyirsən indi sən? Ata, sən bu ailədə lidersən. Ona görə də Leo Bankın sənə biznes kartını verirəm ki, gəlirləri rahat idarə edəsən. Hə, bax bala, bu düz söhbətdir. Sizi idarə elədiyim kimi gəlirlərimi də bu kartını idarə eləyəcəm. Ana, sən də bu ailənin ürəyisən. Ona görə də sənə Leo Bankın Prime kartını verirəm ki, gündəlik ödənişlərində rahat olsun, həm də ki, müxtəlif üstünlükləri var. Hə, çox sağ ol bala, çox sağ ol. Qaqaş, sən də böyüyürsən. Ona görə də sənə Leo Bankın Black kartını verirəm ki, həm işlərini böyüdərsən, həm də ki, maliyyəvi rahat idarə edə bilərsən. Əla, bu laf mən niyə oldu ki? Qaqaş, bəs mən sürprizin yoxdur. Sən unutmaq olar balaca. Ona görə də sənə Leo Bankın Kids kartını verirəm ki, valideyn nəzarəti ilə ilk maliyyə təcrübələrlə yaşayarsan. Yes, yaşasın. Bir dəqiqə, sən bizə niyə hamımıza belə sürpriz elədin ki? Düzün də, nə işin düşüb yenə? Maşın açanı verərsən də, axşam qızla görüşəcəm. Dur, rəddə ala birdən. Bir dənə yaxşılıq eləmsən, indi də maşın istəyirsən.